Sübh namazının vaxtı dan yeri söküləndən gün çıxana qədərdir. Sübh namazı 2 rəkətdir. Biz dilimizdə sübh deyirik, ərəb dilində isə fəcr namazı deyilir. Quran-ı Kərimdə də İnna salatel fəcri kənə anhu məşhuda. Fəcr, yəni bizim dediyimiz sübh namazı, mələklər ona şahidlik eləyirlər. Yəni mələklər, insanın gecə və gündüz mələkləri sübh namazının qılmağının şahidi olurlar. Ona tamaşa eləyirlər, diqqət eləyirlər. Belə ki, sübh namazı 2 rəkətdir. Bütün namazlar, o cümlədən də sübh namazı azan və iqamə ilə başlayır. Şübhəsiz ki, azan və iqamə demək vacib deyil. Lakin Hz. Peyğəmbər əleyhissalamdan bizə gəlib yetişib ki, namazlarda azan və iqamə demək müstəhəbbidir, təkid olunub, sünnəti müəkkədə deyirlər buna, təkid olunmuş Peyğəmbərin adətidir. Əgər kimin imkanı yoxdursa, vaxtı ya başqa bir səbəblər azan iqamə deyə bilmirsə, deməyə bilər. Onun əvəzinə 3 dəfə əs-salah, əs-salah, əs-salah deyib namazı başlaya bilər. Yəni, əs-salahın da mənası namaz, namaz, namaz deyib, hətta bu 3 əs-salahı deməsə də yenə namazı niyyət edib başlamaq mümkündür. Allahu Ekber, Allahu Ekber. Əşhədə ən la ilahə illallah. Əşhədə ən la ilahə illallah. Əşhədə ənə Muhammedən Rasulullah. Əşhədə ənə Muhammedən Rasulullah. Əşhədə ənə əmirəl müminə Əliyyən vəliyullah. Əşhədə ənə əmirəl müminə Əliyyən vəliyullah. Həyyə aləs-salah, həyyə aləs-salah, həyyə aləl-fəlah, həyyə aləl-fəlah, həyyə alə xayril əməl, həyyə alə xayril əməl. Qad qamət-salah, qad qamət-salah. Allahu Ekber, Allahu Ekber. La ilahə illallah. Ondan sonra niyyət edilir. Belə ki, 2 rəkət sübh ya fəcr namazı qılıram, qurbətən ilallah. Sübh namazı qılıram, vacib qurbətən ilallah. Bu niyyəti eləyəndən sonra təkbir deyilir. O təkbirə təkbiratul ihram deyilir. İnsan Allahu Ekber əllərini, işarə barmaqlarını, qulaqlarının yumuşaq hissəsinə qədər aparır. Ovucunun içərisi də qibləyə baxır. 5 barmağın 5-i də biri digərinə bitişik şəkildə olmalıdır. Allahu Ekber. Niyyətdən sonra insan deyir, Əuzu billahi minəşşeytanirracim. Ondan sonra Fatihə surəsini deyir. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nasta'in. İhdina sıratal mustaqim. Sıratallazîne en'amte aleyhim. Gayril mağzubi aleyhim velezzallin. Bizim adətlərimizdə belədir ki, İxlas surəsi, Qul huvallahla başlanan surə oxunur. Amma başqa bir surələri də oxumaq olar. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahus samad, ləm yəlid və ləm yulad, və ləm yəkulləhu kuhuvan ahad. Allahu Ekber. Allahu Ekber'i dedikdən sonra rükuya gedir. Yəni, rüku da o deməkdir ki, insan o qədər əyilsin ki, əllərinin içi dizlərinə çatana qədər. Demək, insan əlləri dizində, sonra rüku halında
Allahı zikr eləyir. Belə ki, məşhur zikirlərdən var. Subhanə Rabbiyəl azimi və bihamdi. Əzəmətli, pak Allahın ibadətinə məşğulam. Yəni, mənim Allahım həm əzəmətlidir, həm eyblərdən pakdır və mən onun ibadətinə məşğulam. Bunu deyə bilməyən insanlar başqa bir zikirləri də deyə bilərlər. Misal üçün, Subhanallahi, Subhanallahi, Subhanallah. Subhanallah, Subhanallah, Subhanallah. Allahu Ekber. Allahu Ekber dedikdən və bədəni aram olandan sonra səcdəyə gedir. İnsan Yaradanın qarşısında alnını torpağa qoyub və 7 bədən üzvlərini yerə toxundursun. Belə ki, əvvəl alnı, 2 əllərinin ovcunun içərisi yerə deyməlidir, sonra dizləri və ayaq, baş barmaqlarının ətini yerə toxundurmalıdır. Torpağa alnını qoyub 7 əzası yerdə qərar tutandan sonra bu özü səcdədir. Orada da Allahı zikr eləyir. Səcdənin də məşhur zikirlərindən biri də budur. Subhanə Rabbiyəl a'la və bihamdih. Allahümmə salli ala Muhammedin və ali Muhammed. Uca Allahım hər bir eyblərdən pakdır və mən o uca eybsiz Allahın ibadətinə məşğulam deyir və Peyğəmbərə salavat deməyi də müstəhəbbidir. Yenə də səcdədə, rükuda olduğu kimi, əgər Subhanə Rabbiyəl a'la və bihamdihi deyə bilməzsə, əvəzində 3 dəfə Subhanallahi, Subhanallahi, Subhanallahı deyər. Subhanallah, Subhanallah, Subhanallah. Allahu Ekber. Hər bir rəkətdə əməllər hamısı tək-təkdir, amma səcdədən başqa. Səcdə 2-dir. 2 səcdə Həzrət Əli əleyhissalamdan soruşublar. Həzrət Əli əleyhissalam onun mənasını, səbəbini bəyan eləyibdir. Bir dəfə insan alnını torpağa qoyduqda qaldırır, yəni mən torpaqdan yaranmışam. Sonra ikinci dəfə alnını yenə torpağa qoyduqda səcdəyə getdikdə, yəni mən bir daha torpağa daxil olacağam, vəfat edəcəyəm. Və ikinci dəfə də səcdədən qalxanda, yəni qiyamətin günündə Allah Teala bir daha bizi torpaqdan qaldırıcı, əbədi həyatdan ötürü bizi həyata qaldırıcı. Allahu Ekber. Subhanallah, Subhanallah, Subhanallah. Allahu Ekber. Qalxdıqdan sonra əyləşir, Allahu Əkbər dedikdə, sonra əllərini, demək, baş barmaqlarını yerə toxundurur, dizlərini yerdən ayırıb, ayaq üstə Allahı zikr edə qalxır. Belə ki, bihəvlillahi təala və quvvətihi əqumu və əqud deyə qalxır. Bunun da mənası odur ki, Allahın gücü, qüvvəsi vasitəsi ilə mən həm qalxaram, həm də əyləşərəm. Yenə də ikinci rəkəti, o birinci rəkətdə olduğu kimi yerinə yetirir, yəni həmd və surə oxuyur. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil ələmin. Ər-Rahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdina s-sirâtal mustaqim. Sirâtallezîne en'amte aleyhim. Gayril mağzubi aleyhim velezzâllin. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad. Allahus samed. Lem yelid ve lem yulad. Ve lem yekun lehu kufuven ahad. Allahu Ekber. Bir əlavəsi də var ki, qunut tutur, yəni dua eləyir. Qunut da budur ki, insan 2 əllərinin ovcunu, demək, barmaqlar, baş barmaqdan başqa, qalan 4 barmağı bir-birinə birləşdirir, üz müqabilində tutur. Əgər 2 əlləri biri digərinə yapışdırarsa belə, daha da yaxşı olar. Barmaqlarının ucu qibləyə baxmalı,
əllərinin ovucu da asmana baxmanı. Dua oxuyur. Misal üçün, o məşhur dualardan biri də Quranın ayələrindədir ki, Rabbana atina fid dunya hasenə və fil axireti hasenə və qina əzəbən nar bi rahmetike ya erhamer rahimin. Ey bizim tərbiyəçimiz, bizim bu dünyamızı gözəl, axirət dünyamızı gözəl elə, bizi cəhənnəmin yandırıcı odundan xilas elə, mərhəmətin xatirinə, ey rəhm edənlərin ən rəhimlisi deyə, yəni qunutunu oxuduqdan sonra əllərini aşağı salır. Allahümme salli ala Muhammedin və ələ Muhammed. Allahümme salli ala Muhammedin və ələ Muhammed. Allahümme salli ala Muhammedin və ələ Muhammed. Ondan sonra rükuya gedir. Allahu Ekber. Subhanallah, Subhanallah, Subhanallah. Allahu Ekber. Təzədən səcdəyə gedir. Subhanallah, Subhanallah, Subhanallah. Allahu Ekber. Subhanallah, Subhanallah, Subhanallah. Allahu Ekber. İki səcdəni yerinə yetirdikdən sonra əyləşir. Üçün sübh namazı 2 rəkətli olduğu üçün təşəhhüd oxuyur və bir də salamları verir. Təşəhhüdün də mənası budur ki, Allahın və Peyğəmbərin, Allahın varlığına, Peyğəmbərin də, Rasulun da Peyğəmbərliyinə, Hz. Muhammed Aleyhisselamın Peyğəmbərliyini insan iqrar eləməsi, ona şahidlik eləməsinə təşəhhüd deyilir ki, Əşhədü ən la ilahə illallah vəhdəhu la şərikə ləh və əşhədü ənnə Muhammədən abduhu və rasuluh Allahümmə salli ala Muhammedin və ali Muhammed. Elhamdülillah. أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله اللهم صل على محمد وآل محمد. Namazın axırında salamlar verilir. Salamların 3 hissədən ibarətdir. Birincisi, Əssəlamu aleykə eyyuhən nebiyyü və rəhmətullahi və bərəkatuh. İkinci hissəsi, Əssəlamu aleyna və alə ibadillahis-salihin. Üçüncüsü isə, Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuh. Birinci hissəsi Peyğəmbərədir. Salam olsun sənə, ey Peyğəmbər və Allahın rəhmət və bərəkəti olsun. İkinci hissəsi, Əssəlamu aleyna, salam olsun bizə və Allahın salih bəndələrinə. Üçüncü hissəsi isə salamlar insanın çiynində, ətrafında onu əhatə eləyən mələklərədir. Əssəlamu aleykum, salam olsun sizə, Allahın rəhmət və bərəkəti də olsun. Ona görə mələklərə, xüsusən çiyində olan mələklərə bu salam üçüncü salam olduğu üçün müstəhəbbidir ki, o salamı verərkən insan qiblədən dönməmək şərti ilə sağ və sol çiyinlərinə bir qədər diqqət eləsin, işarə eləsin. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuh. Bir işarə kifayət eləyər. Əssəlamu aleykə eyyuhən nəbiyyü və rəhmətullahi və bərəkatuh. Əssəlamu aleynə və alə ibadillahis-salihin. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuh. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber. Sübh namazını insan, kişilər qılanda gərək bərkdən qılsınlar. Amma xanımlar isə sübh namazını əgər onları naməhrəm eşitmirsə, bərkdən qıla bilərlər. Lakin naməhrəm eşidərsə onların səslərini, onlar gərək yavaşdan qılsınlar. Amma kişilərə isə sübh namazını 2 rəkət, yəni Fatihə surələrinə əsasən bunlar aiddir. Fatihə və İxlas surəsini bərkdən. Bərkdən də yəni qədəri elədir ki, insan elə desin o kəlmələri ki, əgər onun yanında dayanan bir kəs varsa, onun səsini eşitsin.
Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne emirel mu'minine Aliyen veliyullah. Eşhedü enne emirel mu'minine Aliyen veliyullah. Heyye alas salah, heyye alas salah, heyye alel felah, heyye alel felah. هيا على خير العمل هيا على خير العمل قد قامت الصلاة قد قامت الصلاة الله أكبر الله أكبر لا إله إلا الله Sübh namazı qılıram vacib qürbətən ilallah. Allahu Ekber. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdina sıratal mustakîm. Sıratal lezîne en'amte aleyhim. Gayril mağzubi aleyhim velezzâllin. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad. Allahus samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Allahu Ekber. Subhanallah, Subhanallah, Subhanallah. Allahu Ekber. Subhanallah, Subhanallah, Subhanallah. Allahu Ekber. Subhanallah, Subhanallah, Subhanallah. Allahu Ekber. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdina sıratal mustakîm. Sıratal lezîne en'amte aleyhim. Gayril mağzubi aleyhim velezzâllin. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad. Allahus samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Allahu Ekber. Allahümme salli ala Muhammedin ve ale Muhammed. Allahümme salli ala Muhammedin ve ale Muhammed. Allahümme salli ala Muhammedin ve ale Muhammed. Allahu Ekber. Subhanallah, Subhanallah, Subhanallah. Allahu Ekber. Subhanallah, Subhanallah, Subhanallah. Allahu Ekber. Subhanallah, Subhanallah, Subhanallah. Allahu Ekber. Elhamdülillah. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Allahümme salli ala Muhammedin ve ale Muhammed. Esselamu aleyke eyyühen nebiyyü ve rahmetullahi ve berekatuhu. Esselamu aleyna ve ala ibadillahi salihin. Esselamu aleykum ve rahmetullahi ve berekatuhu. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber. İndi isə zöhr namazının barəsində. Zöhr namazı gün ortaya gələndən batmağa meyl etdikdə, yəni hər bir şeyin kölgəsi son həddə gəlib çatdıqda artıq gün çıxan vaxtında kölgə gün batan tərəfə meyl eləyir. Gün yüksəldikcə ortaya gələndə kölgə azalır, ən az bir həddə gəlir çatır. Batmağa meyl elədikdə isə kölgə əksinə olaraq indi gün çıxan tərəfə meyl eləyir. O vaxtdan gün yəni ortaya gələndən zöhr namazının vaxtı başlayır. Zöhr namazı 4 rəkətdir. Birinci 2 rəkəti elə sübh namazı kimi yerinə yetirilir. Azan, iqamə, birinci, ikinci rəkətlər yerinə yetirilir. İkinci rəkətdə isə təşəhhüd deyilir, təşəhhüddən sonra salam verilmir. Onun əvəzində bir dua var, və təqəbbəl şəfaətəhu fi ümmətih deyilib, ayaq üstə qalxılır, üçüncü və dördüncü rəkətlər qılınır. Zöhr namazında
üçüncü rəkətdə insan təkcə Fatihə surəsini deyə bilər və yaxud da onun əvəzində 3 dəfə təsbihat-ı ərbəəni deyə bilər. Yəni, Fatihə surəsi Bismillahdan başlayıb vələvvalin kəlməsinə qədərdir. Ya ixtiyarı var namazlarını onu desin və yaxud da onun əvəzində 3 dəfə Subhanallahi vəlhamdulillahi və la ilahə illallahu vallahu əkbər. Buna təsbihat-ı ərbəə 4 zikir deyirlər. Onu 3 dəfə deməyi ilə kifayət eləyir. O, 3-cü rəkətdə bunu deyir. Ondan sonra yenə Allahu Əkbər təkbir deyib rükuya gedir. Sonra rükudan qalxıb 2 səcdələri yerinə yetirir. Yenə 4-cü rəkət üçün ayaq üstə qalxır. Yenə də istəsə təkcə Fatihə surəsini ya bayaq dediyimiz kimi 3 dəfə təsbihat-ı ərbəəni deyir. Deyəndən sonra yenə Allahu Əkbər rükuya gedir. Rükudan qalxır, səcdələri yerinə yetirir. Səcdələrdən sonra təşəhhüdü oxuyur. Təşəhhüddən sonra isə salamı verir. Bunu ilə də zöhr namazı tamamlanır. Allahu Ekber, Allahu Ekber. Əşhədə ən la ilahə illallah. Əşhədə ən la ilahə illallah. Əşhədə ənə Muhammedən Rasulullah. Əşhədə ənə Muhammedən Rasulullah. Əşhədə ənə əmirəl müminə Əliyyən vəliyullah. Əşhədə ənə əmirəl müminə Əliyyən vəliyullah. Həyyə aləs-salah, həyyə aləs-salah. Həyyə aləl-fəlah, həyyə aləl-fəlah. Həyyə alə xayril əməl, həyyə alə xayril əməl. Qad qamət-s-salah, qad qamət-s-salah. Allahu Ekber, Allahu Ekber. La ilahə illallah. Zöhr namazı qılıram, vacib qürbətən illallah. Allahu Ekber. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdinas sıratal mustaqim. Sıratal lezîne en'amte aleyhim. Gayril mağdubi aleyhim veleddallin. Bismillahirrahmanirrahim. Allahu Ekber. Subhanallah, Subhanallah, Subhanallah. Allahu Ekber. Subhanallah, Subhanallah, Subhanallah. Allahu Ekber. Subhanallah, Subhanallah, Subhanallah. Allahu Ekber. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdinas sıratal mustaqim. Sıratal lezîne en'amte aleyhim. Gayril mağdubi aleyhim veleddallin. Bismillahirrahmanirrahim. Allahu Ekber. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahu Ekber. Subhanallah, Subhanallah, Subhanallah. Allahu Ekber. Subhanallah, Subhanallah, Subhanallah. Allahu Ekber. Subhanallah, Subhanallah, Subhanallah.
Allahu Ekber. Elhamdülillah. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Subhanallah velhamdülillah ve la ilahe illallah vallahu ekber. Subhanallah velhamdülillah ve la ilahe illallah vallahu ekber. Subhanallah velhamdülillah ve la ilahe illallah vallahu ekber. Allahu ekber. Subhanallah, subhanallah, subhanallah. Allahu ekber. Subhanallah, subhanallah, subhanallah. Allahu ekber. Subhanallah, subhanallah, subhanallah. Allahu ekber. Subhanallah velhamdülillah ve la ilahe illallah vallahu ekber. Subhanallah velhamdülillah ve la ilahe illallah vallahu ekber. Subhanallah velhamdülillah ve la ilahe illallah vallahu ekber. Allahu ekber. Subhanallah, subhanallah, subhanallah. Allahu ekber. Subhanallah, subhanallah, subhanallah. Allahu ekber. Subhanallah, subhanallah, subhanallah. Allahu ekber. Elhamdülillah. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Esselamu aleyke eyyühen nebiyyü ve rahmetullahi ve berekatuhu. Esselamu aleyna ve ala ibadillahi salihin. Esselamu aleykum ve rahmetullahi ve berekatuhu. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber. 4 rəkət zöhr namazı qılınandan sonra əsr namazının vaxtı daxil olur. Ta gün batana kimi onu yerinə yetirmək olar. Əsr namazı da eynən zöhr namazı kimidir. Təkcə bir niyyətində fərq eləyir. Yəni, niyyətində azan iqamadan sonra deyir ki, əsr namazı qılıram, ya 4 rəkət əsr namazı qılıram, qurbətən ilallah. Allahu Ekber deyib, eynən zöhr namazı kimi onu yerinə yetirir, salamları verir, bununla da namaz tamamlanır. Və bir fərq də bundan ibarətdir ki, sübh namazı ilə zöhr, əsr namazlarında, rəkətlərində fərq var, vaxtında şübhəsiz ki, fərq var, bir də deyilişlərində. Biz bayaq dedik ki, sübh namazını qılanda birinci, ikinci rəkətdə həmd suralar, kişilər qılanda onu bərkdən deməlidirlər, amma zöhr, əsr namazları isə yavaşdan qılınmalıdır. İstər kişilər olsun, istər xanımlar olsun, zöhr, əsr namazlarının birinci, ikinci rəkətləri xüsusən onlar yavaşdan. Yəni, dediklərini ancaq özləri eşitsinlər. Yanındakılar dediklərinin həmhəməsini, xışıltısını eşidə bilərlər. Amma səslə, avazla o, bunu yerinə yetirməməlidir. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne emirel mu'minine Aliyen veliyullah. Eşhedü enne emirel mu'minine Aliyen veliyullah. Heyye alas-salah, heyye alas-salah, heyye alel-felah, heyye alel-felah. هيا على خير الأمل هيا على خير الأمل قد قامت الصلاة قد قامت الصلاة الله أكبر الله أكبر لا إله إلا الله Əsr namazı qılıram vacib qürbətən ilallah Allahu Ekber
بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. الله أكبر. سبحان الله سبحان الله سبحان الله. الله أكبر. سبحان الله سبحان الله سبحان الله. الله أكبر. سبحان الله سبحان الله سبحان الله. الله أكبر. بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. الله أكبر. اللهم صل على محمد وآل محمد. اللهم صل على محمد وآل محمد. اللهم صل على محمد وآل محمد. الله أكبر. سبحان الله سبحان الله سبحان الله. الله أكبر. سبحان الله سبحان الله سبحان الله. الله أكبر. سبحان الله سبحان الله سبحان الله. الله أكبر. الحمد لله. أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. اللهم صل على محمد وآل محمد. سبحان الله والحمد لله ولا إله إلا الله والله أكبر. سبحان الله والحمد لله ولا إله إلا الله والله أكبر. سبحان الله والحمد لله ولا إله إلا الله والله أكبر. الله أكبر. سبحان الله سبحان الله سبحان الله. الله أكبر. سبحان الله سبحان الله سبحان الله. الله أكبر. سبحان الله سبحان الله سبحان الله. الله أكبر. سبحان الله والحمد لله ولا إله إلا الله والله أكبر. سبحان الله والحمد لله ولا إله إلا الله والله أكبر. سبحان الله والحمد لله ولا إله إلا الله والله أكبر. الله أكبر. سبحان الله سبحان الله سبحان الله. الله أكبر. سبحان الله سبحان الله سبحان الله. الله أكبر. سبحان الله سبحان الله سبحان الله. الله أكبر. الحمد لله.
أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله اللهم صل على محمد وآل محمد السلام عليك أيها النبي ورحمة الله وبركاته السلام علينا وعلى عباد الله الصالحين السلام عليكم ورحمة الله وبركاته الله أكبر الله أكبر الله أكبر. Əsr namazından sonra məğrib namazı, bizim xalq arasında şam namazı ilə məşhur olan məğrib namazı insana vacibdir. Bu məğrib namazı da gün batandan sonra günün qızartısı, şəfəqi insanın başının üstündən batan tərəfə meyl elədikdə buna şərii qurub deyirlər, yəni şəriət qaydası ilə günün batmağı, bir qədər də yəni günün batmağı yəqinlik olmalıdır ki, vaxt keçməlidir üstündən. Ondan sonra 3 rəkət məğrib, şam namazı yerinə yetirilir. Məğrib namazı da eynən o biri namazlar kimidir. Yəni azanla, iqamə ilə başlayır. O da sübh namazı kimi kişilər onu qılanda bərkdən qılmalıdırlar. Birinci, ikinci rəkətləri xüsusən. 3 rəkətdir, yəni birinci 2 rəkəti elə sübh namazı kimi qılınır. Təşəhhüddən sonra yəni insan qalxır, 3-cü rəkət zöhr, əsr namazında olduğu kimi ya namaz qılan təkcə Fatihə surəsini oxuyur və yaxud da təsbihat-ı ərbəni 3 dəfə təkrar eləyəndən sonra rükuya gedir, səcdələri yerinə yetirib, qalxır, təşəhhüdünü, salamını verəndən sonra bunu ilə də 3 rəkət şam namazı bunu ilə tamamlanır. Allahu Ekber, Allahu Ekber. Əşhədə ən la ilahə illallah. Əşhədə ən la ilahə illallah. Əşhədə ənə Muhammedən Rasulullah. Əşhədə ənə Muhammedən Rasulullah. Əşhədə ənə əmirəl müminə Əliyyən vəliyullah. Əşhədə ənə əmirəl müminə Əliyyən vəliyullah. Həyyə aləs-salah, həyyə aləs-salah, həyyə aləl-fəlah, həyyə aləl-fəlah. هيا على خير الأمل هيا على خير الأمل قد قامت الصلاة قد قامت الصلاة الله أكبر الله أكبر لا إله إلا الله Şam namazı qılıram vacib qürbətən ilə Allah Allahu Ekber Bismillahirrahmanirrahim Elhamdülillahi Rabbil alemin Errahmanirrahim Maliki yevmiddin إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد الله أكبر Subhanallah, Subhanallah, Subhanallah. Allahu Ekber. Subhanallah, Subhanallah, Subhanallah. Allahu Ekber. Subhanallah, Subhanallah, Subhanallah. Allahu Ekber. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdinas sıratal mustaqim. Sıratal lezîne en'amte aleyhim. Gayril mağzubi aleyhim velezzallin. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad. Allahus samed. لم يلد ولم يولد ولم يكن له كفوا أحد الله أكبر اللهم صل على محمد وآل محمد اللهم صل على محمد وآل محمد اللهم صل على محمد وآل محمد الله أكبر سبحان الله سبحان الله سبحان الله الله أكبر
Subhanallah, subhanallah, subhanallah. Allahu Ekber. Subhanallah, subhanallah, subhanallah. Allahu Ekber. Elhamdülillah. أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله اللهم صل على محمد وآل محمد. Subhanallah velhamdülillah ve la ilahe illallah vallahu ekber. Subhanallah velhamdülillah ve la ilahe illallah vallahu ekber. Subhanallah velhamdülillah ve la ilahe illallah vallahu ekber. Allahu Ekber. Subhanallah, subhanallah, subhanallah. Allahu Ekber. Subhanallah, subhanallah, subhanallah. Allahu Ekber. Subhanallah, subhanallah, subhanallah. Allahu Ekber. Elhamdülillah. أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله اللهم صل على محمد وآل محمد. السلام عليك أيها النبي ورحمة الله وبركاته. السلام علينا وعلى عباد الله الصالحين. السلام عليكم ورحمة الله وبركاته. الله أكبر، الله أكبر. Allahu Ekber. Məğrib namazından sonra qılınan vacibi gündəlik yevmiyyə namazı xalq arasında xuftən namazı kimi tanınan işa namazıdır. İşa namazı 4 rəkətdən ibarətdir. Zöhr namazı kimi qılınır. Lakin fərqi ondan ibarətdir ki, o ucadan qılınır. Yəni, birinci, ikinci rəkətlər necə sübh namazında, məğrib, şam namazında olduğu kimi bərkdən qılınır. İkilər qılanda onu bərkdən qılmalıdırlar. Sonra üçüncü, dördüncü rəkətləri də zöhr, əsr namazında olduğu kimi, yəni ahəstə, sakitcə qılınır və təşəhhüd, salam veriləndən sonra beləcə də o namaz tamamlanır. Xuftən namazı, işa namazının da vaxtı məğrib namazı 3 rəkət qılınandan sonra gecənin yarısına kimidir. Gecənin yarısına kimi insan o namazı qıla bilər. Üzürlü surətdə olduqda, yəni insan qıla bilmədikdə, hətta sübh namazına kimi fəqihlərimiz, müştehidlərimiz caiz, icazəli sayırlar ki, o namazı insan qıla bilər. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne emirel mu'minine Aliyen veliyullah. Eşhedü enne emirel mu'minine Aliyen veliyullah. Heyye alel salah, heyye alel salah. Heyye alel felah, heyye alel felah. هيا على خير العمل هيا على خير العمل قد قامت الصلاة قد قامت الصلاة الله أكبر الله أكبر لا إله إلا الله. Xiftən namazı qılıram vacib qürbətən illallah. Allahu Ekber. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. الله أكبر. Subhanallah, subhanallah, subhanallah. Allahu Ekber. Subhanallah, subhanallah, subhanallah. Allahu Ekber.
Subhanallah, subhanallah, subhanallah. Allahu Ekber. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdinas sıratal mustaqim. Sıratal lezîne en'amte aleyhim. Gayril mağzubi aleyhim velezzallin. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad. Allahus samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Allahu Ekber. Allahümme salli ala Muhammedin ve ale Muhammed. Allahümme salli ala Muhammedin ve ale Muhammed. Allahümme salli ala Muhammedin ve ale Muhammed. Allahu Ekber. Subhanallah, subhanallah, subhanallah. Allahu Ekber. Subhanallah, subhanallah, subhanallah. Allahu Ekber. Subhanallah, subhanallah, subhanallah. Allahu Ekber. Elhamdülillah. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Allahümme salli ala Muhammedin ve ale Muhammed. Subhanallah velhamdülillah ve la ilahe illallah vallahu ekber. Subhanallah velhamdülillah ve la ilahe illallah vallahu ekber. Subhanallah velhamdülillah ve la ilahe illallah vallahu ekber. Allahu Ekber. Subhanallah, subhanallah, subhanallah. Allahu Ekber. Subhanallah, subhanallah, subhanallah. Allahu Ekber. Subhanallah, subhanallah, subhanallah. Allahu Ekber. Subhanallah velhamdülillah ve la ilahe illallah vallahu ekber. Subhanallah velhamdülillah ve la ilahe illallah vallahu ekber. Subhanallah velhamdülillah ve la ilahe illallah vallahu ekber. Allahu Ekber. Subhanallah, subhanallah, subhanallah. Allahu Ekber. Subhanallah, subhanallah, subhanallah. Allahu Ekber. Subhanallah, subhanallah, subhanallah. Allahu Ekber. Elhamdülillah. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Allahümme salli ala Muhammedin ve ale Muhammed. Esselamu aleyke eyyühen nebiyyü ve rahmetullahi ve berekatuhu. Esselamu aleyna ve ala ibadillahi salihin. Esselamu aleykum ve rahmetullahi ve berekatuhu. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber. Bizim bu dediklərimiz, yəni geniş, müxtəsər, kütlə üçün nəzərdə tutulub. Yəni bu namazın qılınması barəsində dəstəmazın alınması və dəstəmazı batil eləyənlər var, namazı batil eləyən səbəblər var. Yəni buna geniş kitablarımız var, risalalar var, təvzihül məsaillər var. Namaz qılanlar ora müraciət eləyib bu barədə geniş məlumat əldə edə bilərlər.